Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması ilə bağlı Ağcabədi rayonunda ağacəkmə işlərinə start verilib. Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası martın 12-sində yenə Ağcabədi-Beyləqan yolunun sol tərəfində həyata keçirilib. Ağacəkmədə iştirak edənlər tərəfindən burada 250-dən çox sərv ağacı əkilərək aqrotexniki qaydada suvarılıb. Bu dakika yarım parkın bölüsü abi. Bir tane pot. Ay maçı yattı la patlanı. Çekileceğiz. Böyle ne? Yapma. Qeyd edək ki, rayon mərkəzində, eləcə də rayonun digər ərazilərində ağacəkmə işləri bundan sonra da həyata keçiriləcək.